olmaz. Yenə. Bu gedişlə Kiko. uzun illər istədiyimizi eləyə bilməyəcəyik. Ancaq kosmetik ala biləcəyik. Bu nədir? Luminizer, nə bilim, highlighter'dır. Buna mı highlighter deyə Luminizer, bilmərəm. Olsun da, nə bilim, 10 avro. Düzdürsən. Kosas'dan belə bir mini ənlik. Kosas şirin bir İspan adı andırır. Kosas. Denoni bu de. Bu da təzə markadır bu Kosas. Çoxdan da çıxıb deməzdim, amma hə. 12 dollar, 13 dollar. Bir boyunun qiyməti var, 29 dollar. Bu da yəqin bir 15 dollar falan olar. Kiko'dan belə bir maskara. Maskara, Kikotsak baha olmaz. 8 avro. 8-12 avro arası. Tartın multistiklərindən həm üz üçün, həm göz üçün, həm dodaq üçün olan. Tart da olsun, multistik olsun da tək 15 dollar. Ürəyimdən 15 isə amma bilirəm ki, daha baha çıxacaq böyük ehtimalla. Biraz doyuf oxşadı. 30 dollar. Biri 30 dollardır. 30 dollar? Yəni də bunun da mən 30 dollar almamışam. Çox uyğun 3 set almışdım. Hətta biri mənə neçə başa gəldi. Çox uyğun. 20 manata da başa gəldi. İnşallah elə başa gəlmişdir. Çox bahalı ya. Bu nədir də ya? Bu nə qiymətdir? Fenty'nin belə Fenty Beauty'nin dodaq glossları. Fenty, Rihanna. Gloss bomb gedir. Rihanna Amma xanımın mini boydur. Markası Fenty, Rihanna. Work. Bu 10 dollar olmağını ümid edirəm. 48 azın böyük boydu. Balaca boyda bir düz satılmır balaca boy məncə. Setlərdə falan olur. 20 manata gələr ya yox. Dəmir o qiyməti. Bobbi Brown. Bobbi Brown. Səvalə bu markanı tanıtdı mənə. Çox xoşbəxt hiss edirəm özümü. Yəni həyatımda bir məlumat boşluğu var idi, Cəvalə doldurdu onu. Çoxunuz heç bilmirsiniz, amma mən bilirəm. Niyə bilirəm? Çünki əlbəttə. İşte güzel koca. Bir de nətərdir? Evimin direği, gözümün bebeği. Kocam da kocam. Canım yok. Kocam da kocam. Paşam da. Paşam da paşam. Bak Təriflə kocam də diyorum. bilmir. O qədər təriflənmir ki, yalandan da olsa tərifləyə. Bak kocam diyorum. Bu olsun. Benim diyorum. Bunun qiyməti. Kocam takır. Bunun qiyməti balaca bir şeydir. Olar da 12 dollar, 13 dollar. Xırda bir şeydir. Belə. Böyük boyu 24 dollardır. Amma endirimlə 33 dollarıymış böyük boyu. Amma mən 3 dənəsini Emporium'dan 75 manata almışdım set şəklində. Biri 25 manata. Revolution. Revolution da olsun da 20 dollar. Çünki Revolution o qədər bahalı bir marka olmamalıdır. 15 evrodur. Mən 40 neçə manat falan 50 manata yaxın bir qiymət almışdım. Mən nə qədər dedim? Mən 20 dollar dedim də. Əslində yaxın qiymət demişəm mən. Tartdan baya məhsul var imiş. Tartdan bu tartelet tartdı. Tart şeyin adı amma tartelet bir seriyaydı deyəsən. Krem brüledi bu arada bu. Bu kart qabına oxşuyur. Kart qabına oxşadır bundan. Şirin bir kart qabı olardı bundan. Bunun olsun da qiyməti. Bu nə qəşəng dizaynı var. Adamlar işi bilirlər. 30 dollar. 25 dollardır. MAC-in bir dodaq boyası. Dodaq qələmi. İndi bu dəxlisiz baha olacaq əsəbləşəcəm. Ürəyimdən çox aşağı məbləğ keçir, amma bilirəm ki, aşağı deyil də. Mən 10 avro demək istəyirəm. Mən 10 avro, 12, 13 dollar belə bir şeydir. 20 manat var da belə deyim. 17.50-yə 17 dollar olub. Yəni heç o qiymət vermərəm. Mən bunu set halında almışdım. Belə bir Kiko'dan qaş geli, qaş nə bilim nə isə. Qaş nə isə. Qaş Cavab qələmi. o qədər məhsul var ki, bilmir. Qaş qələmi var. Bilmir nədir. Məsələn, o sərvətinin ucu bucağı bilməyən adamlar olur. Cəvalə o ara dönüb artıq kosmetika mövzusunda. Həm qaş qələmidir, həm qaş gelidir. İndi açdı bildi ki, elə bir şeymiş. Yox, yalan danışma. Gündə istifadə edirəm. O qədər istifadə eləmişəm. Çox dəhşət. At yalanını. Yalan danışma. Deməli, onlar iki tərəfli iki məhsul da bunun içində belə 10 avro. Davroyu falan almışam. Çox şükür. Physicians formula. Bu Physicians formuladır. 28 dollar, 30 dollar. 20 dollar.
Mükəmməl. Bax, mənə belə şeylərlə gəl. 20 dollar. Sonra Şıqləmin bu məhsulu 10 avro, 12 avro. 9-12 dollar. Şıqləmdən belə bir göstərim paleti. Abi 15 dollar civarı ola bilər məncə. Yəni mən 12 manata almışdım. Endirimlə almışdım. Şıqləmdən belə bir kompakt Pudradır bu. pudradır, 2 tərəflidir. Ha, bu yekə bir şey oxşuyur. Bu biraz baha olar. 18 dollar deyək. Mən 15 manata almışam. Qəşəng. Burada 2 dənə pudra var. Hı. Həm toz, həm də preslənmiş halda. Physician formulanın muru batır. Ən sevdiyim. Bronzeru. Ən O sevdiyim. paletdə də var idi bu arada. 12 dollar. Azərbaycanda 20-25 manat, 18 manata da satılır belə. Şıqləmdən belə bir highlighter. 8 dollar. Düz deyirsən. Şıqləmdən belə stiklər. Bunlar olar 10 dollar. Qramları çox olduğuna görə. 5 dollar. Şıqlar. Yes, 5 dollar. Hadi sən şıqları koydun davam et. İnsaf et. NYX-in belə bir transparan pudrası 30 manatdır. Daha baha da ola bilər. Dibalmanın Bahama maması, bronzillası, Bahaman mamasının papas kimdir ki bu? Dibalmanın Big Date ənliyi Debalın konçitası. və Double Crosser 12-15 arası olar deyə düşünürəm. 11 dollar. Allah kəs. Revolution highlighter 10 dollar. 8 falan. Qışır. Ben bunu daha uygun almıştım. Sən işlət Revolution, sən işlət Kiko, sən işlət Şıqlar. Bu da iHeart Revolution'dur. Bir də buna bax, sadəcə mırça göstərəcəm. 13-15 dollar. Bir daha vurdum. Bu da Pushkinin Bakın bortuna oxşadı. Olsun da bu 15 dollar. Shotgunla da vurdu, bir lapatka ilə vurdu. Mən bunu səhv etmirəmsə 8-9 manat almışam belə. Doğrudan. Hə. Ay xanım, sən Revolution işlət. Physician formuladan belə bir məhsul. 10 dollar. 13 dollar alan oldu. Azərbaycanda da 30 manat civarı falan belə. Biz laf ağlayacağıq. 20-30 manat arası. Deməli Wet n Wild'dan bəlkə bütün hamısını gətirim. Dayı o qədər ki şey eləmiş. Ya da zayetkamız yoxdur da. Ha, okey. Wet n Wild'dan belə bir Sonra part 3 çəkərik. Ənlik. lazım olsa. Bu da Wet n Wild bilməm nə qədər bahalı markadır. 8 dollar. ucuz. 4-5 dollar falan. Gözə bax. Sən işlət Wet n Wild. Sonra burada qalıb yaddan çıxıb. Prada'nın belə bir dodaq boyası var. Prada bizim yerimizdə nə gəzir onu da bilmirəm. Anlam verəmədim şu anda. Balaca bir. Mini bir dodaq boyası. Bu olsun da 12 dollar. İnşallah. Mini boyda 12 dollar zad olsun. Mənə elə Grenada'nın yaraşmamağı. Və Cəlalən bunu almağı. 12 dollar. Bu setdən çıxmışdı, ona görə götürmüşəm. Tamam da qiymətini deyə bilərsən nə qədərdir? Ona görə çox fikirləşirsən də heç xoşuma gəlməyəcək bir qiymət deyəcəm bu saat. Set halında 55 dollara satılır. Yəni biri bir gəlir 17-18 dollar. Aymış. Yəni, Ucuz bahadır. deyilmiş. Çox məntiqsiz şəkildə. Çünki çox balaca bir şeydir. Və çirkindir mənə yaraşır. Yaraşır. 12 dollar zad deyərdim. Dişlərimi də sarı göstərdi. Belə. Çox ağırmış. Bu icebergin əlbəttə ki görünən tərəfi idi. Bitdi. Amma çox məhsulum hələ də qalıb. Mən var. Ola bilər. Nəysə, sağ olun. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, bəyəndiniz. Rəylərinizi aşağıda gözləyəcəm. Çoxdandır rəy yazanlar yazmırlar artıq. Rəy nəsə gözümdən qaçmır. Yazacaqlar. Yəni, zizi Allah tapşır. Şaka yapıyorum. Nəysə. Özünüzə yaxşı baxın. Sağ olsun Qədir. Burada mənə kömək edir. Sağ olun. Video çəkməkdə. Özünüzə yaxşı baxın. Sağ olun.